Xalq artisti Fatma Mahmudova avtomobilini satdığını açıqlayıb. Deyir, mənlə heç kim maraqlanmadı. Fatma xanım deyir ki, yazırlar ki, Allah rəhmət eləsin, ölməmişəm. Bu ayın 25-də səhnəyə çıxacağam. Qocalmışam, ayağımdan çəkirlər. Cavan olsam nə edərlər? Var dövlətim də yoxdur, nə istəyirlər bilmirəm. Doğrudan da Fatma xanım Ağdamdandır. Mən onu illərdir tanıyıram. O hansı vəziyyətdə yaşayıb, yəni sosial durum aşağı olub. Bir yerləşib də bir Ağdamlı kimi, ev eşiği olmayan bir qadın kimi, iki evladı, yoldaşı Tofiq müəllim, Allah rəhmət eləsin ona. Yəni çox çətinliklər çəkiblər. Rubika.az xəbər verir ki, bu sözləri təbii ki, Fatma Mahmudova xalq artisti bizimlə sən proqramda deyib, aktrisa xəstəliyindən danışıb, o bildirib ki, diqqətsiz qalıb. Xəstələnməyimin səbəbi oldu, diqqətsiz qaldım və xəstələndim. Yaxşı ki, çatlayıb ölmədim. Heç kim mənimlə maraqlanmadı, qayğıma qalmadı. 57 ildir səhnədəyəm. Deyir, aparıcı Zahir Baxşəliyevin sənətkarın arzusu diqqət və qayğı deməkdir. Fatma Mahmudova əziyyət çəkib, içində böyük dərd yaşayır, amma insanları güldürməyi bacarıb. Tamaşaçı bilmir ki, Fatma Mahmudovanın evinin qapısı yoxdur. Özünə sığışdırmır ki, qapı döysün. Niyə evində qapı yox, pərdə asılmalıdır? Niyə xəstəliyinə görə avtomobilini satmalıdır? Sözlərinə görə aktrisa kövrəlib. Orada da yenə də deyirəm, mən Zahir Baxşəliyevin sözlərinə şərikəm, dəstəkləyirəm. O sözləri mən də təsdiq edirəm. Fatma xanımı mən illərdir tanıyıram. Mən bir əsər yazmışdım. Xalbacı. O əsərdə o da oynamışdı. Bu adamda yumor ünvana qədərdir. Fatma xanım, möhkəm olun. Allah sizə can sağlığı versin. Sara Səfura Bahadurdan bu qədər.